Gəlin bir anlıq dayanıb düşünək. Heç ağlınıza gəlibmi ki, niyə bəzi materialları qızdıranda elektrik cərəyanı daha pis keçirir, bəzilərini qızdıranda isə əksinə daha yaxşı? Bax, bu sualın cavabı metallarla yarımkeçiricilər arasındakı o dərin fərqdə gizlənib. Və bu fərq, inanın, elə-belə bir şey deyil. Bu, sizin cibinizdəki telefondan tutmuş, bütün rəqəmsal dünyamıza qədər hər şeyin təməl daşıdır. Baxın, məsələnin özü, yəni tapmacamız budur. Götürək bir metalı, deyək ki, adi bir mis naqili. Onu qızdıran kimi sanki inad eləyir, cərəyana daha çox müqavimət göstərir. Amma bir yarımkeçiricini, məsələn, kompüter çipinin canı olan silisiumu qızdıranda tam tərsi olur. Müqaviməti düşür, cərəyan üçün sanki yol açılır, axın asanlaşır. Deməli, əsas sualımız budur. Necə olur ki, eyni bir təsir, yəni istilik, bu iki fərqli materialda bir-birinə 180 dərəcə zidd nəticələr verir? Gəlin, bu maraqlı tapmacanın izinə düşək və cavabı birlikdə tapaq. Yaxşı, bu iki keçiricinin hekayəsinə gəlin birinci metallarla başlayaq. Onların davranışını anlasaq, yarımkeçiricilərin niyə fərqli olduğunu görmək daha asan olacaq. Gəlin işi sadələşdirək. Metallardakı müqaviməti bir növ yoldakı tıxac kimi düşünün. Təsəvvür edin, elektronlar yolda hərəkət edən maşınlardır. Metalın özü isə magistral yol. Metallarda vəziyyət belədir. Yoldakı maşınların, yəni cərəyanı daşıyan elektronların sayı demək olar ki, heç vaxt dəyişmir, sabitdir. Və metallarda gördüyümüz mənzərə çox aydındır. Temperaturu artırdıqca müqavimət də demək olar ki, düz hədd üzrə proqnozlaşdırıla bilən şəkildə artır. Niyə? Çünki dediyimiz kimi, cərəyanı daşıyan elektronların sayı temperaturdan asılı deyil, praktik olaraq sabit qalır. Yaxşı, bəs maşınların sayı dəyişmirsə, tıxac niyə yaranır? Səbəb yolun özüdür. İstilik verəndə metalın içindəki atomlar, yəni yolun səthi, sanki daha çox titrəməyə başlayır. Bu titrəyişlər yolda hərəkət edən maşınlar, yəni elektronlar üçün bir maneəyə çevrilir. Onlar daim bu titrəyən atomlara çırpılırlar. Nə qədər çox toqquşma, o qədər çox ləngimə, yəni o qədər çox müqavimət. Metalları aydınlaşdırdıq, indi isə gələk işin daha maraqlı və deyək ki, biraz qəliz tərəfinə, yarımkeçiricilərə. Burada artıq qaydalar tamamilə dəyişir. Və baxın, tapmacamızın açarı da elə buradadır. Yarımkeçiricilərdə istilik sadəcə yolda tıxac yaratmır. O, yola yeni maşınlar çıxarır. Yəni, metallardan fərqli olaraq biz qızdırdıqca cərəyanı daşıya bilən yeni daşıyıcılar peyda olur. Gəlin bir anlıq dayanıb rəsmi tərifə baxaq. Yarımkeçirici nədir? Adından da göründüyü kimi, o nə mis kimi tam keçirici, nə də şüşə kimi tam izolyatordur. İkisinin arasında bir yer tutur. Və onun super gücü nədir? Temperatur artdıqca keçiriciliyi də artır. İndi isə məsələnin ən dərin qatına, kvant dünyasına baş vuraq. Hər şeyin cavabı məhz enerji zona nəzəriyyəsində gizlənib. Bax, hər şeyin aydınlaşacağı nöqtə buradır. Baxın, bu iki şəkil arasındakı fərq hər şeyi izah edir. Solda metalları görürük. Elektronların olduğu valent zonası ilə sərbəst hərəkət edə bildikləri keçiricilik zonası bir-birinin içindədir. Yəni, elektronların hərəkəti üçün heç bir maneə yoxdur. Sanki yol həmişə açıqdır. Amma sağ tərəfdəki yarımkeçiricilərə baxın. Bu iki zona arasında bir boşluq, bir qadağan olunmuş zona var. Bu qadağan olunmuş zona sanki bir səddir, bir maneədir. Elektronun cərəyan daşıya bilməsi üçün, yəni o biri zonaya keçməsi üçün bu səddi aşmalıdır. Buna isə enerji lazımdır. Bəs o enerjini haradan alır? Təbii ki, bizim istilikdən. Baxın, proses necə baş verir? İstilik, yəni enerji, valent zonasındakı bir elektrona elə bir təkan verir ki, o, bu enerji boşluğunu tullanıb keçiricilik zonasına düşür. Artıq o sərbəstdir və cərəyan daşıya bilər. Amma o öz yerində, arxasında çox maraqlı bir şey qoyub gedir. O tərk etdiyi boş yerə deşik deyilir. Amma bu sadəcə bir boşluq deyil, bu özü də bir yük daşıyıcısıdır. Qonşu elektron bu deşiyə tullanan kimi köhnə yerində yeni bir deşik yaranır. Beləliklə, deşik də elektron kimi kristalın içində hərəkət edir. Yəni, nəticə nə oldu? Bir elektronu hərəkətə gətirməklə biz əslində iki dənə yük daşıyıcısı qazandıq. Bir sərbəst elektron və bir hərəkət edən deşik. Bu möhtəşəm deyilmi? Gəlin bir anlıq bu rəqəmlərə baxaq. Məşhur yarımkeçiricilər olan germanium və silisium üçün
Bu enerji səddi çox kiçikdir, təxminən 1 elektron volt. İndi bunu karbonla, yəni almazla müqayisə edin, 5-dən çox. Fərqi görürsünüz? Bu o deməkdir ki, yarımkeçiricilərdəki elektronların o səddi aşması üçün çox az enerji, hətta otaq temperaturu belə kifayət edir. Və tapmacamız həll olundu. Deməli, bütün məsələ budur. Yarımkeçiriciləri qızdıranda əslində iki şey eyni anda baş verir. Bəli, atomlar titrəyir və tıxac effekti yaranır. Eynən metallardakı kimi. Amma eyni zamanda o qədər çox yeni elektron və deşik yaranır ki, yolu o qədər çox yeni maşın çıxır ki, o kiçik tıxacın heç bir təsiri qalmır. Yeni daşıyıcıların yaratdığı axın tıxacın təsirini qat-qat üstələyir. Ona görə də ümumi müqavimət azalır. Yaxşı, bütün bu fizikadan, kvant dünyasından danışdıq. Bəs bunun bizim gündəlik həyatımıza nə dəxli var? Gəlin indi bu təməl prinsipdən sizin telefonunuza gedən yolu izləyək. Bəli, bu tapmacanı həll etmək əslində bütün müasir elektronikanın təməlini anlamaq deməkdir. Bu, sadəcə kitablarda qalan bir nəzəriyyə deyil. Bu, yaşadığımız dünyanın təməl daşıdır. Məhz bu fərqə görə biz hər materialdan öz yerində istifadə edirik. Məsələn, bizə sabit və etibarlı bir keçirici, yəni naqil lazımdırsa, mis kimi metalları seçirik. Amma keçiriciliyi istədiyimiz kimi idarə etmək, ona açıb bağlamaq istəyiriksə, o zaman kompüter çiplərində olduğu kimi silisyumu, yəni yarımkeçiriciləri seçirik. Hətta temperaturu ölçən termistorlar, diodlar, gücləndiricilər, hamısı bu möhtəşəm prinsip üzərində işləyir. Amma iş bununla da bitmir. Biz daha da irəli gedərək, yarımkeçiricilərə qəsdən kiçik miqdarda başqa elementlər qatırıq. Bu prosesə legirləmə deyilir. Bunu etməklə biz onların elektrik xüsusiyyətlərini inanılmaz dərəcədə dəqiq tənzimləyə bilirik. Müasir mikroçiplərin arxasında yatan seyir əslində budur. Mənbənin də vurğuladığı kimi, hər şeyin açarı bu cümlədədir. Belə materiallarda yük daşıyıcılarının konsentrasiyası temperaturun artmasıyla kəskin şəkildə artır. Bütün hekayənin özəti bax budur. Beləliklə gördüyünüz kimi temperatur dəyişəndə metallarla yarımkeçiricilərin fərqli davranması kimi görünüşdə sadə bir məsələ, əslində bütün rəqəmsal dünyamızın təməlini qurub. Bir kvant prinsipi bütün bir sivilizasiyanı dəyişib. Bu insanı düşündürür, deyilmi? Görəsən elmin dərinliklərində bizi gözləyən növbəti belə bir kvant sıçrayışı nə olacaq və dünyamızı necə dəyişəcək?